أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على حبيبنا وشفيع قلوبنا أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين، فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، والسلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli möminlər, bildiyiniz kimi bugün 8-ci imamımız İmam Rıza əleyhissalamın mövlud-u şərifidir. Bu mövlud-u şərif münasibəti ilə sonuncu imamımız başda olmaqla sizin hər birinizi təbrik edirəm. Uca Allahı an verirəm o həzrətə xatir, bu dünyada bizi əhl-i beytin məhəbbətindən, axirətdə isə onların şəfaətindən binəsib etməsin. Mən bir-iki kəlmə bu haqda danışıb, sonra söhbəti Kərbəlayı Peyman qardaşımıza verəcəyəm. Bir neçə mühüm nöqtəyə 5 dəqiqə ərzində toxunmaq istəyirəm və bildirmək istəyirəm ki, Əhl-i Beyt imamları arasında İmam Rıza əleyhissalamın yeri, rolu müstəsna xarakter daşıyır, müstəsna əhəmiyyəti vardır. Bütün imamlarımız öz dövründə öz işlərini ən ali səviyyədə görüblər. Zaten bu bizim əqidəmizdir. Hər bir məsumdur öz yerində, öz dövrünə uyğun şəkildə hərəkət etmiş. Amma İmam Rıza əleyhissalama gəldikdə mən deyərdim ki, əgər İmam Əlinin ondan sonra İmam Həsən əleyhissalam və sonra Seyyid-i Şühəda əleyhissalam və nəhayət 4-cü sütun İmam Rıza əleyhissalamdır. Əgər İmam Rıza əleyhissalamın o siyasəti, o mərdanəliyi olmasaydı, bu günləri Əhl-i Beyt məktəbindən heç bir söhbət gedə bilməzdi. Çünki biz dövrün xarakteriskasına baxdıqda görürük ki, elə bir siyasi şəkildə, elə bir mülayim şəkildə Əhl-i Beyt məktəbinə hücumlar var idi ki, əgər İmam Rıza əleyhissalam o gizli planları üzə çıxarmasaydı, şübhə yoxdur ki, İmam Əlinin də, İmam Həsənin də, İmam Hüseynin də salamullahi aleyhim gördükləri o işlərin hamısı sanki bada gedərdi. Mən bir neçə nöqtəni xüsusi olaraq vurğulayım. Birincisi, mövlud mərasimlərinin təşkil edilməsinin əhəmiyyətidir. Bəzən yəqin ki, rastlaşırsınız müxtəlif sosial şəbəkələrdə ki, mövlud mərasimlərinin təşkil edilməsinin dini əhəmiyyəti yoxdur filan. Bunların hamısı mənasız, boş-boş söhbətlərdir. Biz müxtəlif tədqiqatlarda da, xütbələrdə də əsaslandırmışıq ki, mövlud mərasimlərinin keçirilməsinin rüşeymləri elə məhz Qur'an-ı Kərimdə, məhz Peyğəmbər salavatullahın mübarək kəlamlarındadır. Amma nə edək? Deyir, yarasa sevmirsə əgər günəşi, günəşin əskilməz ondan şöləsi. Əfsuslar olsun ki, iş Əhl-i Beytə gələndə bəziləri fəallaşar və məlum sözlər deyərlər. İkinci bir mühüm məsələ. Dedik ki, İmam Rıza əleyhissalamın Əhl-i Beyt məktəbində
çox böyük rolu, çox böyük dəyəri olubdur. Birinci İmam Rıza əleyhissalamın siyasi fəaliyyətidir. Bildiyiniz kimi Məmun onu Xorasana vali təyin eləyir. İmam Rıza əleyhissalam nəhayət o vəzifəni öhdəsinə götürür. Müəyyən şərtlər daxilində əgər İmam Rıza əleyhissalamın Xorasan valiliyi olmasaydı və Xorasan valiliyi olarkən o müəyyən gördüyü işlər, o işlərə əncam verməsəydi, bu günləri biz burada oturub Əhl-i Beytdən danışa bilməzdik. Digər mühüm bir fəaliyyət imamın iqtisadi fəaliyyəti idi. Məmun elə bir siyasət yeritmişdi ki, xumusun nə demək olduğunu artıq insanlar unutmuşdular. Məhz İmam Rıza əleyhissalam xumus vergisinin nə dərəcədə zəruri olduğunu, xüsusi ilə də Xorasana vali təyin edildikdən sonra müxtəlif bölgələrdə yaşayan Əhl-i Beyt tərəfdarlarından xumusu mərkəzə toplanması və oradan paylanılmasına şərait yaratmış. Dini fəaliyyət İmam Rıza əleyhissalamın dövründə biz baxırıq ki, az qala 200 illik Peyğəmbərdən sonraki dövrdə bir çox təhriflər baş vermişdi. Məsələn, xalaqallahu Adəmə alə surətihi hədisi var. Bu günləri də Allah Adəmi öz surətində yaratmışdır hədisi, sanki Allah insan surətindədir. Bu hədis beləcə yazılırdı. Gəldilər İmam Rıza əleyhissalamın yanına, dedilər, ağa, xalq arasında belə bir deyim var, bunun mənası nədir? İmam əleyhissalam dedi ki, bunu o mənada yazanlar Allaha təşbih qərar veriblər, yəni onu kiməsə, nəyəsə oxşadıblar. Bəs hədisin mənası nədir? İmam dedi, Peyğəmbər salavatullah yolla gedirdi, gördü 2 nəfər dalaşır, onlardan biri digərinin üzünü söydü. Peyğəmbər salavatullah tez yaxınlaşdı ona, dedi, dostunu söymə, çünki Allah Adəmi o dostluğun surətində yaratmışdı. İmam əleyhissalam bu hədisə düzəliş verməklə böyük bir əqidəvi səhvdən insanları, necə deyərlər, xilas eləmiş oldu. Mühüm bir məsələ imamət məsələsinin qorunması idi. Çünki ali hakimiyyət, məmun hakimiyyəti elə bir, necə deyərlər, siyasət yürüdürdü ki, artıq imamət məsələsi insanların sanki yadından, xəyalından belə çıxmışdı. İmam Rıza əleyhissalam bütün məqamlarında imamət mövzusunu önə çəkməsi, onu dəlilləndirməsi və s. onu göstərdi ki, həqiqətən də Əhl-i Beyt məktəbində imamət nə dərəcədə zəruri bir məsələdir. Əziz möminlər, bir hədislə təbərrük eləyək. İmam Rıza əleyhissalamın ziyarətinin fəziləti haqqında Allah hər kəsə nəsib eləsin. İmam əleyhissalam öz hədisində belə buyurur: Mən zərəni ələ bə'di. Hər kəs mənim vəfatımdan sonra, şəhadətimdən sonra məni ziyarət etsə, əteytuhu yevməl qiyaməti fi 3 məvadin. Qiyamətin günündə 3 məqamda onun karına gələcəm. Görək hansı məqamlardır? Birincisi, hətta ardınca buyurur ki, hətta əxləsəxu min əhvaliha. Hətta onun düşdüyü ən çətin vəziyyətdən belə mən onu xilas edəcəyəm. Məşhəd ziyarətinin görün nə dərəcədə əhəmiyyəti var. Birincisi, İza tatayərətil kutub yəminən və şimalən. Əməl dəftərləri insanların sağ və sol əllərinə verildiyi zaman, bilirsiniz, Qur'an əməl dəftərini sağ əlinə verilənlərin cənnətə, sol əlinə verilənlərin cəhənnəmə getdiyini deyir. İkincisi, və inda sırat, sirat körpüsündən keçid zamanı və üçüncüsü, indəl mizan, tərəzinin yanında əməllərin çəkildiyi zaman. Uca Allahı and verək öz izzət-i cəlalına xatir bu dünyada bizi İmam Rıza əleyhissalamın ziyarətindən binəsib eyləməsin. O imama xatir qiyamətin günündə o həzrətin ümumilikdə Əhl-i Beytin şəfaətindən binəsib eyləməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.